Kimyəvi rabitə və oksidaşma dərəcəsi bölməsində olan ətraflı yazılı cavab tələb olunan tapşırıqlara birlikdə baxaq. Birinci suala baxırıq. Birinci sualda bizə nə verib? Pentin 1 verib. Pentin 1 molekulunda kimyəvi rabitənin yaranmasına iştirak edən hibridləşməmiş. Hibridləşməmiş deyəndə, yəni qeyri-hibridi biz burada nəzərə almalıyıq. Hibridləşməmiş dediyindən biz burada qeyri-hibridi nəzərə almalıyıq və pentin 1 molekulunda formudu bu formada olacaq. Bu formada olur. Pentin 1. 5 dənə karbon və alkenlər sinifinə aid olduğundan 3 dənə 3 qat rabitə olacaq. Və buradan baxıram, hidrogenləri də yazırıq. Bunun formulu olacaq C5H8-dir. Biz buradan qeyri-hibridin düsturu belədir. Qeyri-hibriddə hidrogenlərin sayının üzərinə, yəni 8-in üzərinə gələcəm. 2-ni vuracam pi sayına. Pi sayı burada 2 dənə pi olduğundan neyəcəm? 2-ni vuracam 2-yə, eləyəcək 4. 8 plus 4 eləyəcək 12. Deməli, burada 12 dənə hibridləşməmiş orbital vardır. Bunu tapdım. Sonra mənə deyir ki, sp3 hibrid orbitallarının bir-birinin ötürülməsi hesabına yaranan rabitələrin sayını istəyir. Deməli, baxıram, bu karbon sp hibridləşmə vəziyyətindədir. Bu karbon sp-dir. Bu karbon sp3-dür. Bu da sp3-dür. Bu da sp3-dür. Belə bir düstur var. sp3 çıxılsın pi sayı. Yəni 3-dən pi çıxırıq. Bax, bu 2 dənə karbonun ətrafında 2 dənə pi rabitə olduğundan 3-dən 2-ni çıxdım. S1 hibridləşmə vəziyyətində oldu. Amma digər 3 karbonun ətrafında pi rabitə olmadığından sp3 olduğu kimi də qalacaqdır. Və mənə burada deyir ki, sp3 hibrid orbitalların bir-birinin ötürülməsi hesabına yaranan rabitənin sayı nə qədərdir? Bir dənə, 2 dənədir. Deməli, 1-də eləyəcək 12, 2-də də eləyəcək 2 dənə. Baxırıq, ikinci sualda CH3CO natriumun üzərinə natrium OH gəlmişdir. Bu zaman reaksiyanı yazsaq görərik ki, CH3CO natrium. Reaksiya belə olacaq. Natrium OH-dır. Elə deyilmi? Buradan baxsaq, natrium 2 CO3 olacaq. Natrium 2 CO3 olur. Bu birləşir. Natrium 2 CO3 verəcək. Qalan bu hidrogen də bu CH3-ə birləşəcək, alınacaq metan. Buradan metan alındı. Metan X-dir. Deməli, X-imiz nə oldu bizim? Metan oldu. Metan da 550-600 Cl dərəcə, yəni onun 3 dənə temperaturda qızdırılması var. 550-600 Cl qızdırılan zaman, bu zaman C2H4-ə, yəni etenə, yəni etilenə, bir də hidrogenə parçalanacaqdır. Deməli, bizim Y-imiz nədir buradan? C2H4-dür. Aldığımız bu C2H4-ün üzərinə su gələndə, alkenlərin üzərinə su ilə təsir etdikdə spirtlərə çevriləcəkdir. C2H5OH. Aldığımız maddə, yəni Z də nə oldu? Spirtlər sinfinə aid oldu. Və bizə deyir ki, burada Y-in molekulunda olan qeyri-polymer kovalent rabitələrin sayını bizdən istəyir. Y-imiz budur. Qeyri-polymer kovalent rabitələr, yəni eyni qeyri-metallar arasında olsun və buradan fikir versəz görərsiniz ki, burada CH2, buradan da CH2 var. 2 dənə karbonlar arasında rabitə var. Yəni 2 dənə qeyri-polymer rabitə var burada. Bizim tapdığımız cavab olacaq. Yəni birinci sualın izahı istəyən 2-dir. Sonra bizə deyir ki, Z-in molekulunda birinci karbon atomunun oksidaşma dərəcəsini istəyir. Z-imiz CH5OH-dır. Yazıram CH3, CH2OH-dır. Birinci baxıram karbona. 3 dənə hidrogen, bir dənə oksigen birləşir. Oksigen -2-dir, hidrogenlər müsbət 1-dir. Gərək bunların cəbri cəmi 0 olsun. -2-miz var, müsbət 3-ümüz də var. Bir-birinə bərabər olması üçün burada -1 çatmır, ona görə -1 olacaqdır. İkincisində də -1 olacaq. Üçüncü sualda bizə sulfat turşusu verib. Sulfat turşusunun açıq quruluşunu yazırıq. Bu sulfat turşusunun açıq quruluşudur. Sulfat turşusunun tərkibində sigma rabitələrin sayını tapırıq. Deməli 1, yəni bir dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə. O birisini saymadım çünki 2 qat rabitənin biri pidir, biri sigma. Deməli, X-imiz nə qədər oldu? 6 dənə sigma rabitə var burada. Burada rabitlər ümumi sayı 4, 5, 6, 7, 8 dənədir. 8 də 2-yə vursam eləyəcək 16 dənə. Deməli, 16 dənə burada elektronlar var. Dördüncü sualda bizə karbon qazı verib. Karbon qazı belə olacaq. Açıq quruluşu. Metan da belə olacaq. Burada molekulda karbon atomunun hibrid orbitaldır. Karbonun ətrafına baxıram, 2 dənə pi rabitə var. sp3-dən də 2-ni çıxacam, sp qalacaq.
Burada karbonun ətrafında siqma rabitə olmadığından karbon olacaq sp3 hibridləşmə vəziyyətində. Və mənə deyir ki, burada karbon atomunun hibrid orbitallarının sayını istəyir bizdən. X olacaq sp, yəni bir dənə s-dən, bir dənə p-dən təşkil olunduğundan 2 dənə hibrid orbital var burada. Y-də isə sp3-dür, bir dənə s-dən, 3 dənə p-dən, yəni 4 dənə hibrid orbitaldan təşkil olunmuşdur. X2, Y-də 4 olacaq. 5-ci sualda bizə deməli vinil asetilen verilmişdir. Vinil asetilen molekulunda karbon atomlarının rabitənin yaranmasına iştirak edən elektronların sayını istəyir bizdən. İndi mən bu maddənin açıq quruluşunu yazıram. Yəni quruluşunu çəkirəm. Burada karbon atomlarının rabitələrin yaranmasına iştirak edən elektronlarının sayını istədiyindən bunu ümumiyyətlə açıq formada yazıram. Gördüyünüz kimi bu formada olacaq. Və bizə karbonların rabitə yaranmasına iştirak edən elektronlar dediyindən baxıram. Bu rabitədən biri karbonundur, biri hidrogenindir. Daha birini götürəcəm, bu biri. Sonra bura baxıram. Burada biri karbonundur, buradan da biri karbonundur, buradan da biri karbonundur. Bunlar hamısı karbonlarındır. Və sayacağım buradan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənə. 16 dənə deməli karbon elektronlarını sərf edib burada. 16 elektron sərf edib. Deməli x neçə olacaq buradan? 16 olacaqdır. Sonra mənə deyir ki, polyar kovalent rabitələrin sayını istəyir. Polyar kovalent rabitələrin sayı hidrogen ilə karbon arasında olan rabitədir. Və baxıram 1 dənə, 2 dənə, yəni hidrogen sayına bərabərdir. 3 dənə, 4 dənə. 4 dənə deməli burada kovalent rabitə var. Yəni polyar kovalent rabitə var karbonla hidrogen arasında. Y tapdım. Y elədir 4 dənə. Rabitlərin yaranmasına iştirak edən qeyri-hibrid orbitalların sayını bizdən istəyir. Qeyri-hibrid orbitalların sayı isə baxırıq nə qədərdir. Qeyri-hibrid orbitalların sayı hidrogenlərin sayının üzərinə gəlirəm pi sayını. Burada da bir dənə pi vurdu, 2 dənə pi vurdu, 3 dənə pi vurdu və pinin sayını 2-yə vurmalıyım. Hidrogen sayı 4-dür. 4-ün üzərinə gələcəm, 2-ni vuracam 3-ə. Eləyəcək 6. Ümumi nə qədər elədi? 10 dənə qeyri-hibrid orbital var. Və bizə deyir ki, Z minus Y fərqini tap. Z-imiz 10-dur. Y-imiz də 4-dür. Ondan 4 çıxsam neçə qalacaq? 6 qalacaq. Deməli, ikincisi də olacaq 6. 6-cı sualda NH3 molekuludur. Kimyəvi rabitənin yaranmasına iştirak edən elektronların sayını istəyir bizdən. Yazırıq. Amonyakdır. Bu amonyakdır. Rabitənin yaranmasına iştirak edən elektronların sayına baxıram. Nə qədər burada elektron iştirak edib? 1, 2, 3, 4, 5, 6. 6 elektron iştirak eləmişdir. 6 elektron. Sonra mənə deyir ki, hibrid orbitallarının neçə faizinin rabitə yaranmasına iştirak edib? Burada azot sp3 hibridləşmə vəziyyətində 4 dənə hibrid orbital var. 4 dənəsindən 1, 2 və 3 dənəsini burada istifadə edib. Neçə faiz olacaq? 3-ü böləcəm 4-ə, vuracam 100%-ə. O da eləyəcək 75%. 2-də eləyəcək 75. 7-ci sualda metan və su verib. Rabitənin yaranmasına iştirak edən hibrid orbitalların ümumi sayını istəyir bizdən. Metanda karbon sp3 hibridləşmə vəziyyətindədir. Hibridləşmə vəziyyətində. Suda isə bu formada. Oksigen də sp3-dür. Burada karbon da sp3 hibridləşmə vəziyyətindədir. Rabitənin yaranmasına iştirak edən hibrid orbitalların rabitənin yaranmasına dediyindən, yəni buradan baxmalıyam. Burada karbonun 4 dənə hibrid orbitalı var. 4 dənəsinin 4-ü də rabitənin yaranmasında iştirak eləmişdir. 4 dənə hibrid var, 4 dənəsi də rabitə yaranmada iştirak edib. Oksigenin burada 4 dənə hibrid orbitalı var. 4 dənəsindən 2 dənəsini rabitədə əmələ gəlməsinə istifadə eləmişdir. Deməli, bizim x-imiz eləyəcək. Burada 4 dənə, burada 2 dənə eləyəcək 6. Y eləyəcək ümumi hibrid orbital sayını istədiyindən 4. Yəni hibrid orbital ümumi sayını istədiyindən 4 da 4 ilə 8. Və bizə deyir ki, x neçədir? X 6-dır, y də 8 eləyəcəkdir. 8-ci sualda etandan etilənə, yəni C2H6-dan C2H4-ə keçəndə valent buzağının qiyməti. Etan, deməli uşaqlar, etan alkanlar sinfinə aiddir. Alkanlarda isə buzaq 109,128 dərəcədir. C2H4-də etilən, yəni alkenlər sinfinə aiddir. Orada buzaq 120 dərəcə olacaq və buradan görürük valent buzağın qiyməti nə oldu? Artdı. Artır. Keçirik
İkincisində hibrid orbitalların sayı necə dəyişir? Hibrid orbitalların sayısı azalacaq. Nəyə görə? Çünki burada bütün karbon atomları, yəni alkanlarda bütün karbon atomları sp3 birləşmə vəziyyətindədir, amma alkenlərdə isə 2 dənə karbon, yəni bütün nümayəndələrdə 2 dənə karbon sp2 birləşmə vəziyyətində olduğundan burada ümumi hibrid 4-dür. İndi burada 4-ə minus 2-dir. Yəni 2 vahid azalacaqdır. Ona görə də azalacaq hibrid orbital. 9-cu sualda asetilin yazıram. Karbon qazını qeyd edirik burada. Burada karbon atomlarının hibrid orbitallarının sayını istəyir. Burada karbonlar burada. Bu sp-dir, bu da sp-dir. Buradan da sp olacaq. Baxıram burada 2 dənə karbon, ikisi də sp-dir. Nə qədər olacaq? Bir dənə s, bir dənə p, bir dənə s, bir dənə p. Ümumi hibrid nə qədərdir? Burada 4 dənə hibrid var. Bu karbon qazında isə bir dənə karbon sp-dir, bir dənə s və bir dənə p-dən, yəni 2 dənə hibrid orbital vardır burada. Bunu tapandan sonra ümumi hibrid orbitalların sayı elədir 4 plus 2 elədir 6 dənə. Və mənə də sigma rabitənin cəmini tap. Baxıram asetilenə baxıram 1, 2, 3 dənə burada sigma rabitə var. 3 dənə sigma. Bura baxıram 1 və 2. 2 dənə də burada sigma rabitə var. Ümumi toplasaq nə qədər sigma eləyəcək? 5 dənə sigma rabitə eləyəcəkdir. 10-cu sualda bizə mis verir. Misi yazıram 29-da, elə deyilmi? Mis də istisnaydı. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1, 3d10 olacaq. Yəni bunun formulu. Mənə deyir ki, elektronların ümumi sayı. İndi baxıram. S elektronlarının ümumi sayı x-dir. Baxıram burada nə qədər şey var. Həm də üzərində görürəm, misin üzərində n var. Deməli, bu müsbət yüklü. Metallar bilirik ki, mənfi olmurlar. Yəqin müsbətdirlər. Ona fikir vermirik. P 12 dənədir. Baxıram, 6 dənəsi burada, 6 dənəsi burada, P 12 dənədir. Deməli, P ola bilər. Yəni, qaldı belə. De, baxıram, x plus 4 dənədir. İndi mən baxıram, S nə qədərdir burada? 2, 2, 2, 6, bu da 1. Elədir, 7 dənə. Əgər S-imiz 7 olsa, yəni normal şəraitdə neytral atomdan söhbət edir, 7 dənə alsa, də nə qədər olmalı idi? 10 dənə olmalı idi. Yəni 10 dənə olmalıdır. Yəni x plus 4 nə qədər olmalıdır? 10 dənə olmalıdır. X plus 4-ümüz 10 dənədir. Çünki bilirsiniz də elektronlar çıxan zaman ən axırıncı təbəqə 4-dür. 4-cü təbəqə ən axırdır və 4s1 ən axırıncı təbəqədə yerləşdiyindən çıxar zaman elektron ondan çıxan zaman birinci ondan çıxır. Yəni elektron birinci 4s1-dən çıxacaq, sonra 3d-dən, yəni 4s1-dən çıxandan sonra 3d10-da olan elektronlar çıxacaqdır. Deməli bizim x plus 4-ümüz nə qədərdir? 10-dur. Deməli x nə qədər olmalıdır? 6. Deməli 6 dənə bizim nəyimiz var burada? S elektronlarımız var. Deməli S-də burada elektron yoxdur. 4s1 olmalıdır normalda, yəni neytral atomda. Deməli bir dənə elektron çıxıb. Bir dənə elektron çıxdığından misin yükü necə olacaq? Müsbət 1 olacaq. Deməli n necədir? Müsbət 1-dir. Və bizə burada x-in qiymətini istəyir. X-in qiyməti də 6 eləyəcəkdir. 11-ci sualda bromlu maddədə üzərinə kalium arşın spirtdə məhlul gəlib. Kalium arşın spirtdə məhlul gələndə brom çıxacaq, kaliumla birləşəcək, kalium brom və maddənin tərkibində hidrogen çıxacaq, OH-la birləşəcək və su əmələ gətirəcək. Buradan da pirabitə yaranacaq. Maddə də belə olacaq. Bu aldığımız maddənin x-dir. X-in üzərinə mən xlorla təsir etsəm, pirabitə qırılacaq. Pirabitənin qırıldığı yerdən xlorlar birləşəcəkdir. Bura xlor, burada xlor. Və bura CH2, CH olacaq. Mənə deyir ki, Y-in molekulunda birinci karbon budur, ikinci karbon budur, üçüncü karbon da budur. Birinci və ikinci karbon atomlarının oksidaşma dərəcəsini istəyir. Baxıram, bu karbona bir dənə mənfi 1 birləşib, 2 dənə də müsbət, yəni 2 dənə də müsbət 1, yəni müsbət 2 birləşib. Nə qədər çatmır bir-birinə cəbri cəminin 0 olması üçün mənfi 1 çatmır. Deməli, bura mənfi 1-dir. Birinci karbonumuz mənfi 1 olacaq. Keçirəm ikinci karbon. İkinci karbonda bu müsbət 1-dir, bu da mənfi 1-dir. Cəbri cəm 0 olduğuna deməli karbon da 0 olacaqdır. 13-cü sualda natrium H2PO4 verib. Baxıram indi natrium H2PO4-ə baxırıq. Natrium H2PO4-də düsturumuz var bizim. İon rabitənin sayı metalın valentinin sayına vurursa, natrium 1 valentli olduğundan və bir dənə olduğundan ion rabitənin sayı burada nə qədərdir? 1-i 1-ə vurdum, bir dənə ion rabitə var burada. Ümumi rabitənin sayı isə hidrogenin sayını onun valentinə vurur. Oksigenin sayını onun valentinə vururam. 8 dənə burada ümumi rabitə var. Mən kovalent tapa bilərəm də buradan. Kovalentin sayı da eləyəcək. 8-dən 1 çıxacam 7 dənə. Ümumi ion rabitəmizin sayı nə qədərdir? 7 dənədir. 7 dənəsə bir dənəsi natrium H2PO4-də idi. Metal MPO4N-dir. Biz bilirik ki, ortofosfat ionu 3 valentlidir. Deməli burada M-imiz neçə olacaq? 3 olacaq.
İyondan 7 dənə iyondan bir dənəsinin çıxırıq, qalır 6 dənə iyon rabitə. Deməli 6 dənə iyon rabitə burdadır. Deməli bizim evimiz neçə oldu uşaqlar? 3 oldu. Deməli 3 metal nəyə bərabərdir? 6-ya bərabərdir. Metalımızın da valenti neçə imiş? 2 valentli imiş. Bunu tapdım. Metalın valentini tapandan sonra formulumuz belə olacaq. Metal 3, PO4, 2. Bunu tapandan sonra artıq bizə nə istəyir? N ilə M-in qiymətini istəyir. Deməli bizim N-in qiyməti elədi 2. M-in də qiyməti elədi 3. Bu qədər. 13-cü sualda maddənin formulunu qeyd edirik. Burada sp hibrid orbitalların sayı, bütün hibrid orbitalların sayı neçə faizidir? Hibridi, ümumi hibrid tapırıq burada. Ümumi hibrid karbon sayı nə qədərdir? 4-dür. 4-ü vururam 4-ə, 16. Çıxıram pi rabitə nə qədər? Bir dənə burada, 2 dənə burada. 3 dənədir. 3-dən 2-yə vursam 6 eləyəcək. 16-dan da mən 6 çıxanda 10 qalacaq. Deməli 10 dənə hibrid orbitalımız var. SP-yə baxıram. Burada SP-dir, bu da SP-dir. SP-lər 2 dənə burada, 2 dənə də burada, 4 dənə. Deməli 10 dənə hibrid orbitaldan 4 dənəsi SP-dir. Nə edəcəm? 4-ü böləcəm 10-a, vuracam. Bunu tapandan sonra mənə deyir ki, molekulda qeyri-hibrid orbitalların sayını istəyir. Qeyri-hibrid orbitalların sayı da qeyri-hibrid orbitalların sayı bərabərdir. Hidrogenlərin sayı nə qədərdir burada? 3 olur 4. 4 üzərinə gələcəm. Pinin sayı 3 dənədir. 3-də 2-yə vuracam 6. Ümumi hibrid, yəni qeyri-hibrid eləyəcək 10 dənə olacaq. Deməli, qeyri-hibrid 10 dənə olacaqdır. 14-cü suala baxırıq. 14-cü sualda bizə maddənin formulu metal N P2O7 vermişdir. Metalın valenti 1-dir. P2O7, yəni H4PCO7-dir. O pirofosfat turşusu. Pirofosfat özü, yəni P2O7 4 valentlidir. 4 valentlidir. Bu əgər metal özü 1 valentlidirsə, nə olacaq? Deməli, N-imiz neçə olmalıdır bizim? 4 olmalıdır. N-in qiymətini tapdıq. Və maddənin 1 molunda atomların ümumi sayını istəyir. Bizim formul belə olacaq. Metal 4, P2O7 olacaq. 2, 7 elədi, 9 üzrə 4 eləyəcək 13. 15-ci suala baxırıq. Alkin verib, karbon atomların sayı N-də nədir? Deməli, alkinlərin formulu CnH2n-2-dir. Karbonun sp3 hibrid orbitalların sayı 16 dənədir. Deməli, alkinlərdə 2 dənə karbon sp hibridləşmə vəziyyətində, qalan karbonlar nə olacaqdır? sp3 olacaq. Deməli, mən yazıram 4n bərabər 16. N də 4 dənə. Deməli, 4 dənə karbonu sp3 hibridləşmə vəziyyətindədir. 4 dənə karbon sp3-dür. sp3-dür. 2 dənə karbon isə sp hibridləşmə vəziyyətində olur. İstənilən bir alkində. Ümumi nə qədər karbonu var alkinin? 6 dənə karbon var. Deməli, bunun N-i neçə imiş? 6 imiş. Bunu tapdım. Bunu tapandan sonra mənə deyir ki, doymuş aldehiddir. Və həmçinin şərtdə verib ki, Y 2N-ə bərabərdir. Deməli, Y-imiz 2N, yəni 12-yə bərabərdir. Mən tapdım bunu. Aldehidlərin formusu CnH2n odur. Aldehidlərdə demək olar ki, bütün karbonlar sp3-dür. Bir dənə deməli, karbonil qrupunda olan karbonumuz sp2 olacaqdır. Və bizə deyir ki, yenə buradan yazıram. Məsələn, yaza bilərəm 4n bərabərdir 12-yə, N-imiz 3 dənə. Deməli, 3 dənə karbon, aldehiddir. 3 dənə karbon sp3 hibridləşmə vəziyyətindədir. Bir dənə karbon isə sp2 hibridləşmə vəziyyətində olacaq. Bunun da formulu belə olur. Və bizə deyir ki, X-i müəyyən edin. Yəni, karbon atomlarının sayı nə qədərdir? Aldehiddə 4 dənə karbonu var aldehidin. Sonra keçirik. Bizə deyir ki, alkin molekulunda qeyri-polyar kovalent rabitələrin sayını istəyir. Alkinə baxıram, 6 dənə karbonu var bunun. Onun formulu da belə olacaq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7 dənə burada nə olacaq? Qeyri-polyar kovalent rabitələrin sayı olacaqdır. Bunu da tapdıq, 7 dənə. Sonra bizə deyilir ki, burada aldehidin nisbi molekul kütləsini istəyir. Aldehidin formulu da olacaq C4H8O. 4 dəfə 12, 48, 48 üstü 8, 56, 56 üstü də 16 gələndə eləyəcək 72. Deməli, cavab da 72. Qutarda getdi. 16-cı suala baxırıq. Asetlen üzərinə asetilen gəlmişdir. Deməli, bu dimerləşmədir. Dimerləşmə belə olacaq. Bu zaman vinil asetilen alınır. Vinil asetilen alınacaq. Mənə aldığım bu maddə X-dir. Bunun üzərinə H xlor gəlsəm, buradan pi rabitdən bir dənəsi qırılacaq. Yəni 3 qat rabitdən biri qırılacaq və bu zaman belə olacaq. CH2, C xlor, CH, CH2. Bu da Y-dir. X-in molekulunda kimyəvi rabitənin yaranmasına iştirak edən hibrid orbitalların sayını istəyir. Bizə indi X-ə baxıram.
Hibrid orbitalların sayının düsturu belədir. 4 vurulsun karbon sayı, yəni 4 dəfə 4, 16 çıxılsın. Pi sayı burada 3 dənədir. 3 vuracam 2-yə 6 eləyəcək. 16-dan 6 çıxanda eləyəcək 10 dənə. Burada nə var? Hibrid var. Hansında? X-də. Bunu tapdım. Bu 1, 16. Sonra bizə deyir ki, Y molekulunda rabitənin yaranmasında iştirak edən P elektronlarının sayını istəyir bizdən. Y-ə baxıram, P elektronlarının sayını istədiyindən indi baxırıq burada. Fikir versəniz, bu pi rabitə ilə P-dir də. 1, 2, 3, 4, bir dənə də buradan 5 dənə. Deməli 5 dənə də buradan nə olacaq? P elektronları olacaq. Çünki xlor özü P elementi olduğundan P elektronu da olacaq. Buradan da pi rabitələr elə P orbitallarının hibridləşməsinə yarandığından pi rabitələr hamısının əmələ gətirdiyi elektronlar, rabitələr elə P elektronlarına aid ediləcəkdir. Deməli pi rabitələr və xlorun karbonla birləşdiyindən burada bir xlor deməli P-dir. Bu digər elektron da karbonundur. Ona görə də cavabımız 1, 2, 3, 4, 5 dənə olacaqdır. Keçirik 17-ci suala. 17-ci sualda alifatik karbhidrogen molekuluna rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı hidrogen atomlarının sayından 4 vahid çoxdur. Deməli biz formulu yaza bilərik. Təxminən belə yazıram. Cx HY yazıram. Mənə deyir ki, burada qeyri-hibrid orbitalların sayı, qeyri-hibrid orbitalların sayı uşaqlar hidrogenlərin sayı üzərinə pi gəlməlidir. Yəni hidrogen sayı ta ki y üzərinə gəlirəm 2 vurulsun pi. Mənə deyir ki, hidrogen atomlarının sayından 4 vahid çoxdur. 4 vahid çoxdur o deməkdir ki, çünki hidrogenlərin sayı y-dir. Bu da şeydir. Bu qeyri-hibriddir. Bu da hidrogen sayıdır. Buna nisbəti 4 vahid ondan çoxdur. Deməli 4 vahid çox o deməkdir ki, deməli bu 4 pi-nin sayını bildirir. Yəni 2 vurulsun pi sayı neçəyə bərabərdir? 4-ə. Deməli pi nə qədərmiş? Burada 2 dənəymiş. Deməli bu alifatik karbhidrogenda pi sayı 2 dənədir. Alkeden də ola bilər, alkin də ola bilər. Bu karbhidrogen molekulunda pi rabitənin sayını tapdığı 2 dənədir. Və 2 molunun tam hidrogenləşməsinə sərf edilən hidrogenin həcmini istəyir. Biz bilirik ki, nə qədər pi sayı varsa özünə o qədər mol hidrogen, xlor, H-xlor birləşdirəcəkdir. Deməli bu alifatik karbhidrogen 1 molu özünə 2 dənə pi rabitəsi olduğundan 2 mol özünə hidrogen birləşdirəcək. 2 molu dediyindən nə qədər birləşdirəcək? Yazın bunu 4 mol. Bizə həcmini istədiyindən 4-ü vuracam 22,4-ə 89,6 litr eləyəcəkdir. 18 sualda kalium hidroksidin ortofosfat turşusu ilə əmələ gətirdiyi duzlardır. Baxın uşaqlar. Deməli kalium OH-ın miqdarını əgər biz 1 mol götürsək, bu zaman kalium 2 HPO4 alınacaq. Elə deyilmi? Reaksiyalarda bir-bir yazıram. Birinci reaksiyaları bir-bir yazaq. Deməli 1 mol kalium OH götürsəm, üzərinə H3PO4 gəlsəm, bu zaman kalium 2 H2PO4 plus su alınacaq. 1 mol su. 2 dənə kalium OH götürsəm, üzərinə H3PO4 gəlsəm, bu zaman kalium, buradan səhv yazdım. Buradan olacaq kalium H2PO4. Buradan da olacaq kalium 2 HPO4 plus 2 dənə su. Buradan 3 dənə kalium OH götürsəm tam neytrallaşacaq və normal duz alınacaqdır. Kalium 3 PO4 plus 3 dənə su. Bizə deyir ki, burada nisbi molekul kütləsi A plus 38-dir. Yəni X-də ən çoxdur, Y-də ən azdır, Z-də də ortadır. Fikir versək, buradan baxsaq, görəcəksiniz ki, hidrogen sayı azalıb, hidrogen sayı 1 vahid azalıb, karbonun sayı isə kütləsi nə qədərdir? 39-dur. 1 vahid azalıb, 39 vahid artıb. Deməli, 38 buradan bura 38 artıb. Buradan da fikir versəz, hidrogen sayı bir dənə azalıb, kalium sayısı 1 vahid artıb. Yəni 38 yenə artıb. Deməli, buradan yenə nə olacaq? 38 olacaqdır. Ən çox olan budur. Deməli, bu sayılacaq A plus 38. Yəni, bizim bu kalium 3PO4-ümüz X-dir. Sonra, ortada yerləşən, yəni A, bu Y-dir. Bu da nədir? Z-dir. Bağışlayın, bu Z-dir, bu da Y olacaq. Bu da Y olacaq. Bizə deyir ki, A-nı tapın, yəni A-nın kütləsini istəyirsən. A ortada yerləşənidir, yəni Z-dir. Z-də kalium 2 HPO4 dediyindən
H3PO4-ün kütləsi nə qədərdir? 98. 98-dən biz 2 qram hidrogen çıxan 96 qalacaq. 96-nın üzərində mən kaliumun, 2 dənə kaliumun kütləsini gələcəm. Bir dənə kalium 39, 2 dənəsi eləyəcək 78. Toplasam 4, 16 və 174 eləyəcək. Deməli, A-nın kütləsi nə qədər elədi? 174. Bu uşaqlar bizə deyir ki, Y-də polyar kovalent rabitənin sayını tapın. Biz bunun açıq quruluşunu yazırıq. Baxıram 1, 2. Polyar kovalent qeyri-metallar arasında, müxtəlif qeyri-metallar arasında olandır. 1, 2, 3, 4, 5, 6, 7. Deməli 7 dənədir bu. Bu yazandan sonra bizə deyir Z-in kimyəvi formulunu istəyir. Z-in kimyəvi formulu da ki, kalium 2 HPO4 eləyəcəkdir. 19-cu sualda deməli molekulda bir dənə asimetrik karbon atomu olan və minimal sayda karbonu olan doymuş bir atomlu spirtdir. Deməli bir dənə karbon spirt olduğundan bir tərəfindən OH birləşməlidir, bir tərəfindən H birləşir minimum dediyindən, bir tərəfindən metil radikalı birləşəcək, bir tərəfindən də etil radikalını birləşdiririk. Bizə deyir ki, burada bu bir atomlu spirtin siniflərarası izomerinin molekulunda qeyri-polyar. İzomeri sadə efirlərdir. Sadə efirdə belə olacaq. Əgər burada 4 dənə karbon varsa, 1, 2, 3, 4 dənədir. Deməli, belə ola bilər. Ya buradan 2 dənə karbon, buradan 2 dənə karbon, ya da ki, buradan bir dənə karbon, buradan 3 dənə karbon ola bilər və bizə deyir ki, burada qeyri-polyar kovalent rabitələrin sayını istəyir. Burada karbonla oksigen arasında qeyri-polyar yoxdur. 1 və 2 dənə ola bilər. Burada da həmçinin 1 dənə və 2 dənə fərqi yoxdur. Hansı bir siniflər arasında izomerin götürün fərqi yoxdur. 2 dənə qeyri-polyar kovalent rabitə olacaqdır. Bunu tapandan sonra mənə deyir ki, bunun 0,2 molunun yanmasından alınan suyun kütləsini istəyir bizdən. Bunun formuluna baxırıq. Bunun formulu eləyəcək C4 H9 OH-dır. Biz indi bunu yandırırsaq, üzərinə oksigen gələcəm. Karbon qazı və su alınacaq. Bunu tapandan sonra bunu əmsallaşdırırıq. Suyun kütləsini istəyir bizdən. 4 dənə burada karbon atırıq. Buradan baxıram, burada 10 dənə var. Burada 5 yazacağım. Deməli, bunun 1 molundan 5 dənə mən su alacağım. 1 molundan 5 dənə su alıram. 0,2 molundan da 1 mol alacağım. 1 mol suyun kütləsi də 18 qramdır. 20-ci suala baxırıq. Molekulunda 12 dənə hidrogen atomu olan benzolun homoloqu dediyindən benzolun formulu CnH2n-16-dır. Yəni homoloqların formulu. 12 dənə hidrogen, yəni 2n-6 bərabərdir 12-yə. 2n bərabər 18, n də neçəyə bərabərdir 9-a. Deməli, bu karbhidrogenda 9 dənə karbon vardır və bizə deyir ki, yəqin ki, bunun formulu belə olacaq. Ya budur, ya budur. Ya da digərləri də ola bilər. Məsələn, bu formada da ola bilər. Amma mənə deyir ki, burada sp2s rabitələrin sayı maksimum olsun. Yəni, hər tərəfə şaxə, bir dənə şaxə çıxsın, çoxlu şaxə çıxmasın. Çoxlu şaxə çıxsa, artıq orada pi rabitələr qırılacaq və sp2 orada qalmayacaq. Yəqin ki, bu ikisindən biridir. Bu getdi. Bizə deyir ki, ikili karbon atomlarının sayı isə minimumdur. İkili karbon atomlarının sayı minimum deməkdir. Bura baxıram, burada 6 dənə karbon, 5 dənə karbon ikilidir. Burada da bir dənə karbon, 6 dənə karbon ikili olacaq. Bura baxanda isə burada 5 dənə karbon ikilidir. Burada isə deməli bu karbon üçlü sayılacaq artıq. 3 dənə tərəfdən karbona birləşdirinir, üçlü sayılacaq və bunu götürə bilmərik. Deməli burada minimum qədər ikili karbon var və sp2s rabitənin sayı da maksimumdur. Deməli bizim cavabımız elə bu olacaq və nə deyir bizə burada? Karbhidrogen molekulunda sp3 orbitalların ötürülməsinə əmələ gələn sigma rabitəni bizdən istəyir. Buradan baxıram, bu da sp3-dür, bu da sp3-dür, bu da nədir? sp3-dür. Bunu da yazandan sonra bu orbitalların örtülməsindən əmələ gələn sigma rabitəni istəyir bizə. Bir dənə, 2 dənədir. Deməli, 2 dənə sp3 sigma rabitə yarandı. Bu birinci. Sonra bizə deyir beynəlxalq nomenklatura adı. Bu izopropil radikalıdır. İzopropil benzol deyiləcək buna. Adı da olacaq izopropil benzol. 21-ci sualda CH4-ün üzərinə xlor gəlib. Bu zaman alınacaq birləşəcək CH4 xlor 2. Bunun üzərinə kalium arşın spirtdə məhlul gəlib. Bunu açıq quruluşda yazaq ən yaxşısı. Açıq quruluşda yazanda bunun üzərinə 2 dənə kalium arşın spirtdə məhlul gəlsək, buradan rabitə yaranacaq. Xlorlar gedəcək, 2 dənə kalium, 2 dənə xloru birləşdirəcək kalium xlor plus su alınacaq buradan.
Plusda burada 2 dənə xlor çıxdığından, hər xlorun çıxmasından bir dənə pirabitə yarandığından 2 dənə pirabitə yaranacaq buradan. Aldığımız maddə asetilendir. Asetilin üzərinə civə duzları iştirakında su gəldiyimiz zaman buradan alınacaq aldehidlər. Yəni CH3, COH. Bizə deyir ki, burada zetin molekulunda bizim aldığımız ən axırıncı maddə budur. Yəni Z-dir. Zetin molekulunda birinci karbon atomunun oksidaşma dərəcəsini istəyir. Birinci karbona oksigen birləşib, hidrogen birləşib. Hidrogen müsbət 1, oksigen mənfi 2 olduğunu, deməli bura neçə olmalıdır? Müsbət 1 olmalıdır. Və zetin hidrogenləşmə məhsulunda Z hidrogenləşəndə, aldehidlər hidrogenləşəndə birli spirtə əmələ gələcək. Bu zaman CH3, CH2, OH alınacaq. Polyar kovalent rabitlərin sayını istəyir bizdən. Burada 3 dənə var. 2 dənə də burada 5 dənə, 6 dənə və 7 dənə nə olacaq buradan? Açıq quruluşunu yazaq. OH. Buradan 3 dənə hidrogen birləşib, buradan da 2 dənə hidrogen birləşib. 5 dənə deməli burada polyar olacaq. Buradan da 6 və 7 dənə olacaqdır. 22-ci sualda C4H10 vermişdir bizə. Burada hidrogen atomunun qopduğu, deməli şaxəli quruluş olduğundan deməli bu maddədir. Bu maddədə birinci karbon atomundan əgər biz hidrogen çıxartsaq, birinci karbon bu və ya budur fərqi yoxdur. Çıxardanda bizim aldığımız radikal bu formada olacaq. Bu nədir? X-dir. X-dir. Deməli X-imiz oldu izobutil radikalı. Adı nə oldu bunun? İzobutil. Sonra bundan əgər ikinci karbondan mən hidrogen çıxarsam, ikinci karbondan çıxanda artıq şaxəmiz belə olacaq. Bunun adı olacaq, bu Y-dir. Bunun adı olacaq üçlü butil radikalı. Deyir ki, bu radikalların birləşməsi. Gəlin bu radikalları bir-birinə birləşdirək. Birləşdirdik. Və şaxələnmə yaxın olan tərəfdən biz nömrələyəcəyik. 1, 2, 3. Deməli, bura 1, 2, 3, 4, 5. Deməli, bura nə oldu? 5 oldu. Mənə deyir ki, alınan maddə molekulunda hidrogenləri yazmaq şərtdir burada. CH3, CH, bura hidrogen getmir. Bura CH2, CH və CH3. Deyir ki, burada ikinci karbonda oksidaşma dərəcəsi nə qədərdir? İkinci karbona baxırıq. Heç bir hidrogen falan birləşmir. Deməli, 0-dır. 2-yə baxırıq. Üçüncü karbon deyir bizə. Üçüncü karbona 2 dənə hidrogen birləşib, 2 dənə hidrogenin müsbət 1 olduğundan müsbət 2 eləyəcək. Deməli, karbon neçə olmalıdır? Mənfi 2 olmalıdır. 3-də deyir. 3-də deyir bizə 4-cü karbon. 4-cü karbona bir dənə hidrogen birləşdirir. Deməli, mənfi 1 olacaqdır. 23-cü suala baxırıq. 23-cü sualda xlorun oksigenli turşuları verir bizə. Deməli, oksigenli turşuları hipoxlorid, xlorid, xlorat və perxloratdır. Bizə deyir ki, burada D böyüdür. Yəni, oksidaşma dərəcəsi ən çox olan D-dir. Deməli, bu nədir? T-dir. Sonra C-dir, yəni Z-dir. Sonra X-dir. Sonra da Y-dir, sonra X-dir. Bizə deyir X turşusunun kimyəvi formulunu tapın. X turşusunun kimyəvi formulu H-xlor odur. Yəni hipoxloriddir. Y və T molekulunda olan atomların sayını istəyir. Y-də var 1, 2, 4 dənə. Y-də var 4 dənə atom var. T-də var 4, 5, 6. Eləyəcək ümumi 10 dənə atom ikisi birlikdə. Sonra Z molekulunda xlor atomunun valentliyinə uyğun tək elektronların sayını istəyir. Bizdən Z-ə baxıram. H-xlor O3-dür. Burada xlorun oksidaşma dərəcəsi müsbət deməli 3 olduğuna görə də deməli Z molekulunda xlorun oksidaşma dərəcəsi müsbət 5 olduğundan 5 dənə tək elektronu vardır. Buradan da 5 eləyəcəkdir. Baxırıq vinil və fenil radikalları. Vinil radikalı CH2, CH radikaldır. Fenil radikalda C6H5 radikaldır. Bu radikalların birləşməsi C6H5 ilə 6 uzaqdır. Ondan bir dənə hidrogen çıxırıq, fenil radikalı alınır və bu 6 uzağa biz vinil radikalını birləşdiririk. Deməli, hibrid tapanda nə edirik? Hibrid tapanda 8 dənə burada karbon var. 8-i vuracam. Hamısı, bütün karbonlar sp3 olduğundan 3-ə vuracam. sp2 olduğundan 3-ə vuracam. Deməli, 3-ü vuracam. 8-ə eləyəcək 24. Deməli, 24 dənə burada hibrid orbital var. Bunu tapandan sonra rabitənin yaranmasına iştirak edən qeyri-hibrid orbitalların ümumi sayını istəyir bizə. Qeyri-hibrid orbitalların sayını da yazıram bura. Hidrogenlərin sayı. Bunun formulu belə olacaq. C8, H8. Qeyri-hibrid də eləyəcək
8. Hidrogenin sayının üzərinə gələcəm. Pir abidənin sayı benzol hərəkəsində 3 dənə var. Vinildə də 1 dənə var. Eləyir 4 dənə. 4-ü də 2-yə vuracaq. 8 eləyəcək. Ümumi də eləyəcək 16 dənə qeyri-hibrid. Bunu tapandan sonra maddənin yarım molunun tam yanmasından alınan suyun kütləsi. Baxıram ki, stirolun tərkibində C8H8-də 4 dənə hidrogen var. Suyun tərkibində də H2O-dur. Elə deyil, fikir versəz, bir dənəsindən 4-dən alacam. Bir dənəsindən 4-dən alacam. Yarım molundan da mən 2 mol su alacam. 2 mol suyun kütləsi də 36 qram eləyəcəkdir.